Avtomobil aksesuarları part 2 videomuza hoş geldiniz. Bugün ilk növbədə bu ekrandan başlayaq. Bu ekranı Taoba'dan almışam. Yeni də Çinin daxili bazarı olduğu üçün mağazadan və çox keyfiyyətlidir. Qiymətini hamısını yazacağım. Daha sonra belə bir eynək qabı var. Bu əslində bunun arxası üçündür. Sadəcə burada çıxı olduğu üçün hələlik bura qoymuşam. Daha sonra buradakı dinamikləri bağlamaq üçün belə bir aparat var, yapışkan. Yəni bu dörd tərəfdə də, arxada da, yəni dörd tərəf üçün olanı. Bunu da Taoba'dan almışam. Digərini də Taoba'dan almışdım. Və belə bu hissəni qorumaq üçün belə plyonka var. Bunu AliExpress'ten almışdım. Tək bura deyil. Yəni buradır, roldu. Bütün daxili səthləri qorumaq üçün, yəni ekranın üçünləri də var. Və bunun altında da var. Yəni hamısı dəst şəklində satılırdı. Və burada belə bir qabımız var. Bunu da Taoba'dan almışam. Və sonuncu belə bir çol var. Yəni buradan tutanda daha rahat olsun və daha qalın olsun deyə. Bunu da Taoba'dan almışam.